Salam aleyküm kardeş. Ne var ne yok? Sağ olun. Nətər istəyirsiniz özünüzü Yerevan şəhərində? Əla, keyfiyyətli, yaxşı. Ayın 7-sindən gəlmişik buraya. Dincəlirik. Heç kimin işi yoxdur. Haradayıq? Yerevanda da bu. Gördünüz ki, Yerevan. Əslən Qərbi Azərbaycanın Amasya rayonunun Öksüz kəndindən olan İlham Əhmədov qonşu Ermənistan Respublikasına səfər edib. O, səfər çərçivəsində paytaxt Yerevanın mərkəzində olub və şəhərdə rahat, təhlükəsiz şəkildə hərəkət etdiyini bildirib. Qəşəng, neçə gündür yeyib-içirik. Yerimiz məlum. Bir-iki gündə gəzib buralarda çıxıb gedirik. Gürcistana. Saat 12. 8 fevral 2026. İlham Əhmədovun sözlərinə görə səfər zamanı hər hansı bir negativ halla qarşılaşmayıb. O, şəhərin mərkəzində tarixi məkanları gəzdiyini, ictimai yerlərdə sərbəst dolaşdığını və özünü təhlükəsiz hiss etdiyini qeyd edib. Burada olduğum müddətdə heç bir problem yaşamadım. Rahat şəkildə hərəkət etdim, şəhərlə tanış oldum. Səfərimdən məmnun qaldım deyə o bildirib. Əhmədovun sözlərinə görə bu ziyarət onun üçün maraqlı təcrübə olub. O, səfər təəssüratlarını bölüşərək regionda insanlar arasında qarşılıqlı anlaşma və humanist əlaqələrin əhəmiyyətini vurğulayıb. Spitak rayonunun Qursalı kəndindəyik. Qeyd edək ki, son illərdə regionda baş verən siyasi proseslər fonunda fərdi səfərlər və insanlararası təmaslar ictimai maraq doğurur. İlham Əhmədovun səfəri də bu baxımdan diqqət çəkən hadisə kimi qiymətləndirilir. Nizami Rəsulov, xüsusi olaraq Dinas TV üçün.